Və biz dəfələrlə vəhabilərə sual vermişik ki, zamanı imamını tanımadan, boynunda beyət olmadan gedən şəxs cahiliyyə ölüsü kimi dünyadan gedir. Bin Baz deyir, bu odla vəd verməkdir, cəhənnəmlə vəd verməkdir, cahiliyyə ölüsüdür, küfürdür, İslamdan xaric bir şeydir. Necə olur ki, həmin xanımın onda kim olub imamı? Əbu Bəkri dindirməyib dünyadan gedir, danışdırmayıb öz imamını, əgər onun imamı idisə. Adam imamını danışdırmaz. Deməli, Əbu Bəkr onun imamı olmayıb. Kim olub onun imamı? Ya deməli, sən nəuzu billah, cahil kimi dünyadan gedib, cənnət xanımlarının ağası belə bir şey etməz, cahil kimi dünyadan getməz. Ya da imamı olub, imamı da İmam Əli əleyhissalam olub. Həmçinin Buxariyə baxsanız, Müslimə baxsanız, açıq əşkar deyir ki, xanım Zəhra gecə ikən əri İmam Əli əleyhissalam onu dəfn elədi. Gecə ikən zövci əri onu dəfn elədi və Əbu Bəkrə xəbər vermədi bu barədə. Niyə? Bu da gəlib. Çünki xanım Zəhra səlamullah əleyhə qəzəbləndi Əbu Bəkrə. Getdi Əbu Bəkrdən atasını irsin almağa, o da vermədi. Bu söz belə də gəlib, qadibət Fatimətu bintu Rəsulillah sallallahu aleyhi və aleyh. Allah Rəsulunun qızı Fatimə Əbu Bəkrə qəzəbləndi və onu danışdırmadı. Və ləm tukəllimhu həttə tuvufiyyət. Ölənə qədər onu dindirmədi. Səhih-ül Buxari kitabına müraciət edirik. Dar ibn Kəsir tərəfindən çap olunan nüsxədə səhifə 762, hədisin rəqəmi 3093. Buxarındakı vəhabilər səhih hesab edirlər. Deyir ki, xanım Zəhraya səlamullah əleyhə Əbu Bəkir həmin mirası vermədi. Fəqadabət Fatimətu bintu Rəsulillah sallallahu aleyhi və səlləm. Və Fatimə, Allah Rəsulunun qızı Fatimə qəzəbləndi. Baxın, Allah Rəsulunun qızı Fatimə qəzəbləndi. Fəhəcərət Əbə Bəkrin, Əbu Bəkri tərk elədi, getdi. Fələm təzəl mühəcirətəhu həttə tuvufiyyət. Ölənə qədər Əbu Bəkri danışdırmadı. Ölənə qədər Əbu Bəkri tərk elədi, getdi. Sahih-u Müslim kitabına müraciət edirik. Fariyabinin təhqiqi Darut-Teybə tərəfindən çap olunan nüsxədə səhifə 841. Müslimi də Buxarıdan sonra vəhabilər ən səhih kitabı hesab edirlər. Deyir ki, fəəbə Əbu Bəkrin ən yədfəə ilə Fatimətə şeyən. Əbu Bəkir imtina etdi ki, xanım Zəhraya nəsə bir pay versin. Fəvəcədət Fatimətu alə Əbi Bəkrin fi zəlikə. Xanım Zəhra səlamullah əleyhə bu barədə Əbu Bəkrə qəzəbləndi. Fəhəcərəthu və onu tərk elədi. Fələm tukəllimhu həttə tuvufiyyət. Ölənə qədər onu danışdırmadı. Fələmmə tuvufiyyət dəfənəhə zəvcuhə Aliyyub ibn Əbi Talibin leylən. Elə ki, dünyadan getdi, onu əri İmam Əli əleyhissalam gecə ikən dəfn etdi. وَلَمْ يُؤْذِنْ بِهَا أَبَا بَكْرٍ. Əbu Bəkrə bu barədə xəbər vermədi. وَصَلَّ عَلَيْهَ عَلِيٌّ aleyhissalam və ona İmam Əli əleyhissalam namaz qıldırdı.